Ne yapıyorsunuz? Ne yapıyorsunuz? Xamir işləri görürsünüz. Səriyə xanımın kanalına qoyacaq videonu. Yorulmayasınız. Nə düzəldir? Səriyə xanım bir açıqlama verərsiniz. Nə düzəldir? Piçeni düzəldirsiniz. Sən nə düzəldirsən? Atan ürəyi. Nur xanım. Xəditin piçeni düzəldirsən? Hə. Yaxşı. Orada birin izah elə görüm nədir ki o? Belə düzəldirsən uzun-uzun. İzah edə bilər misin? Ha, tanrı. Bir dənə orada ulduz düzəlt. Ulduz düzəlt, tam sənə baxsın ulduz. Ha, indi Nur xanım ulduz düzəldəcək. Hep birlikdə baxalım. Ulduz. Ulduz. Ha, nə qəşəng ulduz olmuş o. Nə qəşəng. Səriyə xanım baxaq elə. Nə qəşəng ulduz olmuş. Çörək bişirirsən? Xədicən bişirirsən. Hə. Bunu nətər düzəltdiniz Səriyə xanım? Bir açıqlama ver, görüm içində nə var, tərkibində nə var. Cəmaət nətər düzəltsin bundan? İçində vanil var, Vanil. şəkər tozu var, süt, qatıq, bir də yumurta. Yumurta? Hə. Yumurta bəs nə üçün vururlar ona? Yumurta vururlar ki, yapışmasın deyəsən, hə? Hə, ay sağ ol. Səriyə maşallah belə. Bu bursa əməllicə poverdir. Ona bax. Düzəltdikləri nə şeylərdir, yapışdırdı ora. Atam basın bunu bir yağ vururlar deyəsən dibinə ki, yapışmasın, hə? Sən onu bilir, bu əvvəlcədən bilir ki, yağ vurmurlar ona. Ona bax. Hə, o yapışacaq atam balası. Yapışmadı. Hə. Nə iş görürsünüz, uğurlu olsun inşallah. Hə. Bərəkətdir ancaq. Allah bərəkət versin. Hə, uşaqlar özləri istədilər ki, xamir düzəltsinlər. Çörək pişirmək istəyirlər. Oldu, sağ olun. Sağ olun, sağ olun. Sağ ol. Sən də sağ olurlar, Nuna. Sağ ol. Bəyərib takip olmağı da unutmayaq, hə? Sağ olun, sağ olun. Təşəkkürlər. Səriyə xanımın kanalı.